Bugün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dost Rəqəmsal İnnovasiyalar Mərkəzində mətbuat konfransı keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov, sosial sahədə rəqəmsal xidmətlərin tətbiqi, ötən il görülən işlər və cari ildə planlaşdırılan fəaliyyətlər, həmçinin istifadəyə veriləcək yeni xidmətlər barədə ətraflı məlumat verib. O bildirib ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Bu layihələrdən 69-u təkmilləşdirilmiş, 25-i isə yeni hazırlanmış layihələrdir. 2025-ci ildə e-xidmətlərdən istifadə göstəriciləri e-sosial portalından 17,2 milyon dəfə, e-xidmətlərə ümumilikdə 27,1 milyon müraciət olub. Proaktiv qaydada 258 min təyinat aparılıb. Vətəndaşlar tərəfindən 711 min e-arayış alınıb. Məlumatlandırmanın genişləndirilməsi ilə bağlı da müəyyən xidmətlərimizi IVR üzərindən, çağrı mərkəzi üzərindən təqdim etmişik. Cari il ərzində çağrı mərkəzi üzərindən süni intellekt əsaslı voice botun istifadəyə verilməsi nəzərdə tutulub, onunla bağlı işlər aparırıq. Burada məqsəd ondan ibarətdir ki, vətəndaş artıq süni intellektlə danışaraq, danışıq vasitəsilə məlumatları da əldə edə bilsin. Hal-hazırda bunun üzərində işləyirik. Ümumi qeyd etdim, süni intellekt əsaslı həllərimizdən biri iDost platformasını biz bir müddət əvvəl istifadəyə verdik. Burada vətəndaş artıq bizim fəaliyyət istiqamətlərimizə uyğun olaraq sualların yazır və süni intellekt tərəfindən bu suallar cavablandırılır. İlkin olaraq pilot rejimdə istifadəyə verilib, tədricən bunun da imkanlarının genişləndirilməsi nəzərdə tutulub və hal-hazırda yetəri qədər istifadəmiz var. İndi istifadə olunan platforma ümumi əsaslarla, yəni sual-cavab məntiqi ilə işləyir. Biz hal-hazırda üzərində işlədiyimiz başqa bir variant isə fərdi məlumatların əldə edilməsi ilə bağlıdır. Məsələn, hər hansı bir şəxs iDost-da sual yazdıqda, məsələn, mənim pensiya kapitalım nə qədərdir, birbaşa sistemdən məlumatları əldə edə biləcək. Bu imkanların da üzərində hal-hazırda işləyirik. Qeyd edək ki, e-sosial portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb. Leyla Səməndər, Cuma Kazımov, Yeni Azərbaycan TV.